Düşüncə tərzimiz dünyaya fərqli prizmadan baxmaq və öz inkişaf yolumuza bir addım daha yaxınlaşmaqdır. Əgər siz də öz potensialınızı kəşf etmək və dəyişiklik üçün bir qığılcım, dönüş nöqtəsi axtarırsınızsa, doğru yerdəsiniz. Elə məhz bu təlim sizlər üçündür. Bu axşam bizimlə birlikdə olan dəyərli təlimçimiz Dilşad Talıbova öz təcrübəsi və peşəkar yanaşması ilə hər birimizə fərqli baxış bucağı qazandıracaq. Qeyd edim ki, təlim boyunca mikrofonları söndürülü vəziyyətdə saxlayın. Əgər sual vermək istəyən iştirakçılar olarsa, chat bölməsindən qeyd eləyə bilərsiniz və yaxud da təlimin sonunda sual-cavab sessiyasında iştirak edə bilərsiniz. Hər birinizə xoş dinləmələr arzu edirəm və sözü verirəm dəyərli təlimçimiz Dilşad xanıma. Buyurun, söz sizindir. Salam, axşamınız xeyir olsun. Səsim yaxşı gəlir sizə? Bəli, Dilşad xanım, aydın eşidilir. İzləyicilər də chat bölməsində plus atıb təsdiq edə bilərlər. Aha, aha. Lap yaxşı. Mən Dilşad Talıbova, Gəncə Dövlət Universitetində pedaqogika müəlliməsiyəm, pedaqogika üzrə fəlsəfə doktoruyam və yazıcıyam. Sizinlə görüş üçün çox şadam. Ümid edirəm ki, bizim saatımız çox maraqlı keçəcək sizlə. Sizin suallarınız və mənim bildiklərimi sizinlə bölüşməyimlə. Mövzumuzun adı oxu, anla və dəyişdir. Mən ən birinci onu demək istəyirəm ki, dəqiqə üzrü sayın. Oxumaq haqqında mən çox danışmaq olar, çox danışırıq həmişə. İşimiz oxumaq haqqında danışmaqdır. Çünki biz müəyyən qədər az kitab oxuyan sayılırıq, az kitab oxuyan cəmiyyətik və çalışırıq ki, həmişə nə qədər çox kitaba cəlb eləsək, o qədər bir iş, böyük iş başarmış hesab edirik özümüzü. Oxumaq bizə ən birinci danışaq ki, oxumaq bizə nə qazandıra bilər? Oxu, anla, dəyiş. Əslində bu fikrin çox vacib missiya təşkil edir də ki, oxu, anla, dəyiş. Biz çox oxuya bilərik. Amma anlamaq bizim üçün daha vacib şərtdir. Ümumiyyətlə çox oxuyan adamlar nəyinlə seçilirlər? Çox oxuyan adamlar özünün hansı xüsusiyyətləri ilə seçilirlər? Mən əvvəlcə sizə bir sual vermək istəyirəm. Nə düşünürsünüz bu haqda? Çox oxuyan adamların hansı keyfiyyətləri var ki, düşünürsünüz ki, bax bu keyfiyyət bizə oxumaqla əldə eləmişik. Ya bu adam çox oxuyubdu deyə belə davranır. Nə düşünürsünüz? Çox Nəsə deyə oxuduğu bilərsiniz? üçün, məsələn, mən hiss edirəm ki, bəzi insanlar çox oxuduğu üçün qarşı tərəf bəzi, yəni oxumayan insanlara nisbətən və oxumayan insanla qarşılaşanda onun fikirlərinə və onun necə deyim, istəklərinə artıq o bələd olur, hazır olur. Artıq qarşı tərəf deməmiş özü bilir. Qarşı tərəfi tanıma bacarığı olur. Tanıma Elə mi? Necə? Murad bəy, səsiniz bağlandı. Zəhmət olmasa açıb yenidən fikrinizi bildirə bilərsiniz. Mən Bəli. nəyinsə üçün sizə müraciət edirəm. Özüm oxumayan birisiyəm, ancaq siz artıq bilirsiniz mövzunu danışanda onun haqqında və mənə daha düzgün məlumat verə bilirsiniz. Bəli. Kitab oxumaq haqqında biz danışanda ümumiyyətlə həmişə ümumi bu sözləri işlədirik. Bizim kitab oxumaq bizim söz ehtiyatımızı artırır, düşüncə bacarığımızı artırır, biz ifadə gücümüzü artırır. Bu kimi şeylər deyirik. Məsələn, mən ən çox sevdiyim bu oxumaq haqqında deyilən fikirlərdən biridir ki, Dostoyevskinin fikridir ki, oxuyun, ciddi kitablar oxuyun, qalanı həyatın işidir. Mən bu fikrə inanıram. Və bu böyük bir yük sənin çiyninə qoymur. Demir ki, sən oxumaqla xoşbəxt olacaqsan. Bəli, buyurun. Salam. Mən indi Salam. boş oldum təlimə. Ona görə salam verdim. Salam. Mən düşünürəm ki, bu ən yaxşı
yanaşmadır ki, oxuyun, ciddi kitablar oxuyun, qalanı həyatın işidir. Və Dostoyevskinin başqa bir fikrini demək istəyirəm. Çox sevdiyim fikirlərdən budur. Deyir ki, çox kitab oxuyan insanlar başqalarını təqlid etmir. Təqlid etmək bu günləri cəmiyyətimizdə, siz də mənlə razılaşarsınız ki, yəqin çox yayılmış bir prosesdir də. Biri bir şey iş eləyir, o birisi də başlayır onu eləməyə, o birisi də başlayır onun kimi olmağa. Amma çox oxuyan adamlar çox şey bilirlər və orijinal olurlar, fərqli olurlar. Fərqlilik hamıya nəsib olmur. Fərqli olurlar və maraqlı olurlar. Çox oxuyan adamların özünə məxsus xüsusiyyətidir ki, maraqlı olurlar. Məsələn, yəqin ki, çoxunuz tələbəsiz, buradakıların, əksəriyyətiniz fikir verirsinizmi? Elə müəllim var, dərsinə girirsiniz, görürsünüz ki, maraqsızdır. Elə müəllim var, maraqlıdır. Deyirsiniz, ona qulaq asmağı yəni çox oxuyan adamın xüsusi bir əlaməti yoxdur ki, o çox bilikli olmalıdır. Əslində bu demək də deyil. Əslində yaxşı təlimçi, yaxşı koçlar, məsələn, yaxşı tutaq ki, psixoloqlar gördükləri işi həyatla əlaqələndirəndə maraqlı olurlar. Həyatla əlaqələndirməyəndə maraqlı olmurlar. Yəni bu oxumağın bizə verdiyi böyük avantajlardır. Və biz indi keçəcəyik anlama tərəfinə. Anlama çox böyük bir prosesdir. Anlama çox böyük bir bacarıqdır ki, biz oxuyuruq, sonra anlayırıq. Mən bir mənalı deyərəm ki, yaşıma, təcrübəmə görə deyərəm ki, insanların çoxsu oxuduğundan anlamırlar. Çoxsu da olmasa yarısı anlamırlar. Məsələn, sən oxuduğu kitab haqqında bəzən olur ki, fikir bildirməyini istəyirsən, bunu eləyə bilmir. Hətta bir məşhur fikir var. Deyirlər ki, çox gəzən çox bilir, yoxsa çox oxuyan. Eşitmisiniz yəqin ki, bu fikri. Bəli, çox gəzən. Çox gəzən, eləmi? Məsələn, mən də bu mövzunu auditoriyada qoyanda uşaqların çoxsu deyirlər, tələbələrimin ki, çox gəzən çox bilir müəllim. Məsələ burasındadır ki, həqiqətən çox gəzən çox bilir. Amma ən incə, ən zərif tərəf isə buradadır ki, çox gəzən özünü ifadə eləyə biləcəkmi çox gördüklərini? Oxuma bacarığı bizə onu verir ki, o gözəlliyi biz olduğu kimi təsvir eləyək. Oxuma bacarığı, məsələn, çox gəzib də adam, söz soruçursan, o eləcə deyir, qəşəng idi, gözəl idi. Heç bunun lüğətində zəngin ifadə bacarığı da yoxdur ki, bu gördüyünü hələ anlamaya gəlmirəm, anlama tərəfinə gəlmirəm, düşünmə tərəfinə, dərk etmə tərəfinə, dəyişmə tərəfinə gəlmirəm. Hələ sadəcə sırf oxumaqdan danışıram ki, oxumaq bu imkanı verəcək ki, sən zəngin söz ehtiyatın olacaq və ifadə eləyə biləcəksən gördüklərini. Gördüklərini ifadə eləyə biləcəksən ki, mən nə görmüşəm, hansı şəhərdə mən bunu görmüşəm. Bu, çox gəzən və çox oxuyanın, çox görənin müqayisəli şəkildə fikrim idi ki, mən bunu deyirəm. Məsələn ki, çox oxuyan adamlar, çox gəzən adamlardan daha çox maraqlı olurlar. Bu şəxsən mənim öz fikrimdir. İndi anlama haqqında danışmaq istəyirəm. Anlama nə deməkdir? Ümumiyyətlə, anlama deyəndə biz nə başa düşürük? Nə düşünürsünüz? Heç fikriniz varmı? Anlama deyəndə biz nə başa düşürük? Verilən bir fikrin diqqətlə sona qədər dinlənməsi və onun başa düşülməsidir. Aha, başqa? Başqa nə düşünürsünüz? Burada yazılır intellektual dünya görüşü, danışığı və s. Anlama deyəndə. Salam olar. Hə? Olar demək. Bəli, buyurun. Mənim üçün anlama dərk etmək, yəni ki, nəyisə anlayanda həyatında çox dəyişkənlik hiss edirsən. Yəni ki, hər cəhətdən də, yəni anlamayan bir insan empatiya duyğun çox yüksəlir. Yəni empatiya qura bilirsən insanlarla. Mən bu kitabların da, mən də kitab oxuyan insanam çox. Yəni bu kitab sayəsində çox
empatiya duyğum çoxalıb. Yəni hər insanı başa düşə bilirəm, anlaya Nə bilirəm. gözəl. Bəs nə düşünürsüz? Hansı kitab düşünürsüz ki, sizin anlama bacarığınıza daha çox kömək edib? Sekret kitabı var. O kitab çox gözəl kitabdır. Həm hər baxımdan həm oxuyursan, həm anlayırsan, həm dəyişirsən. Bəli. Dilşad müəllimə, mən son dövrlər başlamışam kitab oxumağa, hal-hazırda 3-cü kitabdayam. Hələ ki faydalanmamışam o barədə və hansılar oxumalıyam bilmirəm. Hansı kitabı məsələn oxumusunuz? Birinci Kamil İnsan kitabını oxudum. Daha sonra Bilinçaltının gücü, daha sonra Atomik vərdişlər, daha sonra da kiçik problemləri dərd etmə, bu kimi kitabları oxudum. Bəli, bunlar əksəriyyəti özünü inkişaf kitabları hesab olunur. Özümü Oxuduqlarım. inkişafda xeyli məlumatlar aldım, amma başa düşmək, söz ehtiyatımın zənginləşməsi hələ ki tam çatmamışam. Bəli. Belə bir söz var ki, deyirlər ki, yəni insana 10 kitab bəs eləyir, amma o kitabları da tapmaq üçün bir kitablıq oxumaq lazımdır ki, sən deyə bilərsən ki, məsələn, mən hansı kitablar mənə kömək elədi? Bundan ötürü də həqiqətən də çox kitab oxumaq lazımdır ki, siz biləsiniz ki, məsələn, özündə fikirləşirsən ki, mənə doğrudan bu sahədə kitablar, məsələn, özünün inkişaf kitabları mənə çox kömək elədi. Özünün inkişaf kitabları bugün dünyada ən çox satılan kitablar hesab olunur. Hansı ki, hər bir ölkədə belədir, elə bizdə də elədir. Ən çox satılan kitablar da o sadaladığınız kitablar və həmin kitablar doğrudanmı kömək eləyir? Artıq bu sual altındadır. Məsələn, mən şəxsi təcrübəmdən deyirəm ki, mənə kömək eləmir. Mən də Oxumuşam. müəllim. Eləmi? Özünüzü təqdim edin. Bayaq fikrim yarımçıq qaldı. Buyurun, Mən buyurun. özümü anlamada bayaq onu gətirirdim ki, mən oxumuşam o bayaq bəy də dediyi kitablardan çox. Ancaq onları mən də çox elə dərk eləməmişim. Ona görə düzgün kitab seçmək lazımdır. Birinci başqa məsəl üçün Viktor Hugo, Dostoyevskidir, Anton Çexovdur. Bu cür kitablar oxumaq lazımdır. Çünki onlarda həm psixoloji, həm hər cür da insanı anlama, başa düşmə hamısı var. Məsələn, Anton Çexov mənim üçün çox böyük insanlar, empatiya duyğumu ən çox ondan götürmüşəm. Məsələn, Anton Çexovun hansı kitabını nəzərdə 6 tutursunuz? nömrəli palata. Palata. Yəni bu dəqiqədə ondan vurğulayırlar. O məsəl üçün əsl insanlar, yəni ki, sağlam insanları, həyatda gəzən normal insanlar, yəni ki, deyim necədir? Bir qrup insan, yəni ki, bir insan qeyri-adidirsə onu həyatdan dışlayırlar, tüflər demişkən də, onu dəli damğası vururlar. Yəni bizim kimi olmalısan, fərqli olmamalısan. Yəni ki, elə bir dahi bir yaxşı insanı aparıb dəlixanaya qoyurlar, yəni onun kitabında. Yəni ondan mən anlayıram ki, həqiqətən özüm də fərqli insanam. Bəzən paylaşdığım nələr heç kəsə anlaşılmır. Siz özünüzü təqdim edin. Sahəniz nədir? Zəhmət olmasa. Mən özüm müəlliməyəm, amma belə düşüncələrim çox... Nə müəllimisiniz? Siz ixtisasınız müəllimə. Lap gözəl. Müəllimə, sizə bir söz deyim. Stendhalın sözüdür. Qara və qırmızını oxumusunuzmu? Yox, onu oxumamışam. Yəni Stendhalın belə bir fikri var, deyir ki, fərqlilik nifrət doğurur. Yəni bəli, fərqli bəli. oldunsa, artıq ehtiyatlı olmalısan ki, səndən nifrət eləməsinlər. Fərqlilik, yəni fərqlilik bəyənilmir. Çox vaxt bəyənilmir. Ki, sən niyə bizim kimi oxumusan? Hər yerdə xor oxunan yerdə solo ifa bu yaxşı qarşılanmır. Ki, sən bizə oxşamalısan. Yəni bu axına qarşı üzən O adam. kitab elədir müəllimə, bax. Bilirəm, Çexov dünya ədəbiyyatının ən yaxşı hekayətçisi hesab olunur. Ən yaxşı hekayələri, məsələn, elə dediyiniz 6 nömrəli palatadır, it gəzdirən qadındır. Yəni onun çox məşhur hekayələri var. Mən də tövsiyə eləyərəm. Çox məşhurdur və çox da maraqlıdır. Çexovun özəlliyi odur ki, 2-3 vərəqə, 5-6 vərəqə böyük bir həyatı bir hekayəni sığdırıb maraqlı eləyə bilibdir. Mən tərəfindəyəm hekayəni, özünün inkişaf kitablarının yox. Özünün inkişaf kitabları müəyyən müddətdə bizə motivasiya verir.
Oxuyan müddəti sənə motivasiya verir. Məsələn, Düşün varılan kimi Napoleon Hill'in, sonra məşhur kitablar var da, bir neçə kitablar var ki, sən onu oxuyan kimi belə bir motivasiya alırsan və düşünürsən ki, elə mən də bunu edərəm. Amma o motivasiya çox qısa ömürlü olur. Ömrü az olur həmin motivasiyanın. Amma hekayələr başqadır. Hekayələr bizdə xatirəyə çevrilir. Mən roman sənətindən danışıram, hekayədən, ədəbiyyatdan, bədii ədəbiyyatdan danışıram indi. Onlar səndə nəyə çevrilir? Məsələn, bizim elə bir gücümüz yoxdur ki, çox böyük talelər yaşamağa. Amma ədəbiyyat bizə bu imkanı verir ki, çox böyük talelər haqqında məlumatlı olaq. Bilək ki, məsələn, biz dünya ədəbiyyatından məlumatlı olaq, millətlərin xarakter xüsusiyyətlərindən məlumatlı olaq. Məsələn, siz rus ədəbiyyatından danışdınız, biz rusları tanıyırıq onun sayəsində. Tolstoy, Dostoyevskinin əsərlərindən biz bilirik ki, rus xalqının milli xüsusiyyətləri nədir. Məsələn, sizin içinizdə yəqin məşhur əsər deyəcəm, indi Çərpələk uçuran Xalid Hüseyni, yəqin oxuyanlarınız var. Bu Çərpələk uçuran əsərindən siz hamınız bildik ki, Əfqan xalqının milli xarakteri xüsusiyyətləri nədir? Eləcə də, məsələn, dünya ölkələrinin, almanların oxuyanda görürük ki, nə qədər fəlsəfi dünya görüşləri var. Kitab aləmində nə qədər böyük gücləri var. Məsələn, Alman fəlsəfəsinin. Dünyanın... Bəli, buyurun. Sən sözünüzü kəsdim, özürlə hesab edin. Xeyr, xoş, buyurun. Anlamaq barədə hələ ki dediyim kimi hər hansısa bir kitablardan ciddi fayda görməmişəm, amma məsləhətlərinizi nəzərə alacağam. Sualınıza gəldikdə özünü anlamaq deyil, amma insanları anlamaq barədə mən daha çox faydalı görmüşəm. Tanıyırsınızsa, o da yazıcıdır. Adil Yıldırım. Aha. Türk yazıcısı eləmi? Bəli, Adil Yıldırım ümumiyyətlə münasibətlərə çox məşğul olur, fərdi konsultasiya, coaching və o da yazıcıdır. Məsələn, ondan dəhşət faydalanmışam. Çox gözəl, çox yaxşı. Bir söz qeyd edə bilərəm. Bəli, buyurun. Mən həyatımda çox kitab oxumuşam. Bu yaşıma qədər 21 yaşım var, 150 kitab oxumuşam. Düzdür, fərqli kitablar oxumuşam. Amma mən hər zaman kitab alarkən nəyə diqqət edərəm? Birinci arxasında bir parça hissə verilir ki, o hissəni oxuyuram. Mənə maraqlıdırsa, mən elə bir bəzən anlamaq, o kitabı başa düşmək üçün birinci sən arxasında hissəni oxumalısan. Diqqətini cəlb edirsə, alıb oxuya biləcəksən. Yox, əgər diqqətini cəlb eləmirsə, onu anlamaq mümkünatı yoxdur, ya da oxuyursan onsuz onu. Yarıya qədər oxuyub dayandıracaqsan. Mən həmişə kitab alarkən birinci ona fikir verirəm. Düzdür. Mən hərdən tələbələrimdən belə bir sual görürəm, çox olur ki, hansı kitabları oxuyaq? Hansı kitabları oxuyaq? Yəni, çox yayılmış sualdır da bu, ki, çox kitab oxuduğunu bildiyin adama verdiyin sualdır. Hansı kitabları oxuyaq deyəndə mən də həmişə eyni cavabı verirəm ki, sən çox kitab oxumalısan ki, axırda öz yazışını tapasan. Sən çox kitab oxumalısan ki, axırda öz müəllifini, öz hekayəni tapasan. Ola bilər ki, sən hələ də öz müəllifinə rast gəlməyəsən. 100 kitab oxuyasan, nə bilim, 50 kitab oxuyasan, hələ öz müəllifinə rast gəlməyəsən. Bu da var. Məsələn, anlamaq haqqında isə biz danışanda, oxumaqdan anlamağa keçəndə, bu bizim üçün çox vacib iki bacarığı formalaşdıra bilər. Bunlardan funksional bacarıqlardır ki, mütləq formalaşdıracaq. Biz bunu istəsək də, istəməsək də, oxuma bacarığı bizdə funksional bacarıqlar formalaşdıracaq. Yəni, praktik həyatda, gündəlik həyatda nələri eləsək daha yaxşı olar? Bu bacarığı bizə formalaşdıracaq. İkincisi isə metakognitiv bacarıqdır. Metakognitiv bacarıqlar içərisində burada müəllimə var və siz bəzi tələbələr də var, yəqin ki, içinizdə. Bu günləri mən təhsil adamı olaraq deyirəm, 20 ildən çox müəllim işləyərək deyirəm, bizim tələbələrdə ən çox çatmayan bacarıq metakognitiv bacarıq. Metakognitiv bacarıq deyəndə nəyi götürürük? Anlama tərkibli. Məsələn, anlamanın tərkibi nədir? Müqayisə etmədir, tənqidi düşünmədir, fikir bildirmədir və deyilmiş fikrə münasibət bildirmədir. Bu kimi bacarıqlardır. Bu bacarıqlar və eyni zamanda mənim üçün nə faydalıdır, bir də mənim üçün nə
uğurlu ola bilər. Mən gələcək xəritəmi necə qura bilərəm? Bu kimi bacarıqları bizə kömək edir. Anlama zamanı. Oxumaqdan biz ki gəlirik ki, anlama mərhələsinə ki gəlirik, anlama bizdə bu kimi bacarıqları verir. Funksional bacarıqları mütləq verir və eyni zamanda növbəti bir mərhələyə qədəm qoyanda isə bizə metakognitiv bacarıqlar verir. Həmin metakognitiv bacarıqlar isə biz oxuyan müddəti düşünürük. Görəsən burada yazıcı nə demək istəyir? Görəsən bu mərhələdə bizə nə öyrətmək istəyir? Yaxud mən olsam, bu qəhrəmanın yerinə mən olsam nə edərdim? Belə bir sual heç keçib ürəyinizdən kitab oxuyan zaman. Dilşad müəllimə, sizdən soruşmaq istəyərdim. Orhan Buyurun. Pamuk əsərlərini məsləhət görürsünüzmü? Necə düşünürsünüz? Orhan Pamuk. Birinci Orxan Pamukun əsərlərini oxumuşam. Dünyaya roman yazma eşidirsiniz məni? Bəli, bəli, mikrofonu bağladım. Aha. Dünyaya roman yazmağı öyrənən adam kimi tanınır və Nobel mükafat laureatı bir yazıçıdır. Yenə deyirəm, bilirsiniz, bu zövq məsələsidir müəyyən qədər də. Yəni adamlar var ki, çox sevirlər. Amma şəxsən mənim yazışım deyil. Mən Orxan Pamukun əsərlərini normal ədəbiyyat kimi qarşılayıram, amma mən Faydalı baxımdan, yəni hesab etmək olarmı ki, onun əsərləri mənə fayda verəcək? Biraz onun bir kitabını Qırmızı Papaqlı desən, belə bir adı var idi. Bir hissəsini oxumuşdum. Qırmızı Papaqlı mı, Qırmızı Evli mi belə? Yox, onun bir əsəri Qırmızı Saçlı Qadındır. Onun bir hissəsinə qədər oxumuşdum. Çox mənə xoş gəldi. Maraqlı hekayədir. Ardınca oxuya bilmədiniz onu. Oxuyacağam, amma yəni demək istəyirəm, sualımın yəni canı odur ki, faydalı hesab, məsələn, siz dediyiniz tərəf doğrudur. Zövqümüz, ehtiyaclarımız, bunları nəzərə almalıyıq kitab seçərkən. Bəs faydalı baxımdan, romandan faydalanmaq və ya konkret olaraq bu yazıcı mənə faydalı olarmı, Orxan Pamuk ya yox? Zövq tərəfi düşünürəm ki, olar. Mən düşünürəm ki, olar. Nobel mükafat laureatı yazıcıdır. Mən düşünürəm ki, olar. Mənim adım Qırmızıdır. Məşhur əsərləri çoxdur. Məsələn, Məsumiyyət Muzeyi ən məşhur əsərlərindən hesab olunur. Onun adına Türkiyədə muzey də açıb özü. Həmin əsərin elə bir formalaşdırıb da muzey şəklində qoyub əsərin içindəkilər nə varsa onu muzeyə qoyub mən gedib baxmışdım. Maraqlıdır əsərləri də. Yazıçım deməklə demirəm ki, hekayələri maraqsızdır. Maraqlı hekayələrdir və düşünürəm ki, hər bir adam oxuya bilər yəni bu haqda. Faydalı olmaq deyəndə o baxır sizin həyat hekayənizə ki, siz həyat hekayənizi necə yaşayırsınız və sizin həyat hekayənizə nə dərəcədə yaxın olacaq o hekayə. Məsələn, insan hekayəni nə zaman daha çox doğmalaşır o hekayə ilə? Baxır, hekayədə özünə oxşar, həyatına oxşar məqamlar görür. Yəni, aydındır mı dediyim fikir? Yəni, özündən nəsə görür. Heç elə görənlər var mı içinizdə? Eyni, müəllim. Mən Adil Yıldırımın faydalı olduğunu dedim. Onu hansı məqamda? Çünki o dövrdə mənim münasibət problemlərim var idi. Ona görə o da münasibət baxımından peşəkar idi deyə mənə faydalı oldu. Amma ondan əvvəl mən onu oxusaydım, adi bir qayda kimi, adi bir hekayə kimi, bir kitab kimi oxuyub keçəcəkdim. Haqlısınız. O biraz öz ehtiyaclarımızla bağlıdır. Bəli, bəli. Özümüzdən, fikirlərimizdən bizim düşündüyümüz eyni fikri tapanda biz çox sevinirik. Orxan Pamukun esselərinin birində var hətta. Belə bir fikrə rast gəlmişəm. Deyir ki, hətta bəzən oxucu o qədər cəsarətlənir ki, deyir, amma mən burasında gərək başqa cür verəydim. Sən burasını düz verməyibsən. Mən sənin yerinə olsaydım belə verərdim. Oxucu ilə bağlı esselerini yazanda oxumuşdum onu. Esselər toplusundan oxumuşdum. Hətta bizi o qədər özümüzünküləşdiririk ki, elə bilirik ki, həmin epizodda biz varıq. Və o zaman həmin hekayə bizim üçün unudulmaz olur. Həmin hekayə bizim üçün dəyərli olur. Və anlama haqqında da yenə danışmaq istəyirəm. Anlama bizə hansı bacarıqları verir? Bu günləri
tənqidi düşünmə bacarığı, analitik bacarıq. Yəni nə düşünürsüz? Düşünürsünüzmü ki, məsələn içinizdə yaxud da müəllimə məndən həmkar olan müəllimə də bəlkə təsdiqləyər məni ki, tələbələrdə ən çox çatışmayan xüsusiyyət fikir bildirmə, arqumentativ fikir bildirmə bacarığıdır. Arqumentativ fikir bildirmə. Yəni bu bacarıq bizdə düşünürəm ki, tələbələrimizdə çatışmayan bacarıqdır. Ki, hansısa hadisəyə əsaslı, arqumentativ təhlil etmə bacarığı yoxdur. Hansısa fikri müdafiə etmək bacarığı çox zəifdir. Tələbələr, içinizdə varmı tələbələr? Bəli. Nə düşünürsünüz? Lətifə Əhmədzadə, eləmi? Nə düşünürsünüz Lətifə xanım? Dediyimdə. Tənqidi düşünmə Məncə- bacarığı. Hə? Axşamınız xeyir. İlk öncə Buyurun. axşamınız xeyir. Hər vaxtınız xeyir. Mənim sizinlə tanışdığım əslində siz Mingəçevir Turizm Kollecinə gəlmişdiniz və bu yaxınlarda olmuşdu. TGT-nin sədr müaviniyəm mən. Mən sizi oradan tanıyıram və qrupda sizin təlimizi görən kimi qoşulmaq istədim. Çox gözəl, xoş gəldiniz. Xoş gördüm. Təşəkkür edirəm. Fərqli düşünürəm ki, haqlısınız. Hər birimiz müəyyən bir şey oxuyub fərqli mənalarda başa düşə bilirik. Bu biraz yaşanmışlıqlarla və hər kəsin öz anlama potensialına görə dəyişir deyə düşünürəm ki, oxuduğumuzu müxtəlif də başa düşə bilər. Bir cümləni 1000 insan da oxuya bilər, amma mənasını 1-2 insan da anlaya bilər. Bu qədər. Bunu deyə bilərəm. Mən fikrimi bildirim bir müəllimə olaraq. Çox sağ olun, çox sağ olun. Buyurun. Mənim fikrimcə bizim təhsildə ümumiyyətcə ağ-qara hesab edirəm təhsilimizi. Necə? Rəngi yoxdur. Rəngi olmadığı üçün də bizdən məsəl üçün dahi bir insan çıxmır. Bizdə ancaq riyaziyyat, Azərbaycan dili, dəqiq fənlər bunu oxumalısan. Uşağa rəngi əlindən dartıb almışıq. Məsələn, rəng nədir? Rəsmdir, musiqidir, idmandır. Bu fənləri sıfıra endirdiyimiz üçün uşaqların heç bir bacarığı yoxdur. Əməkdir, məsəl üçün, onda yığışdırmışıq. Ona görə uşaqlarımız ümumiyyətcə rəngsiz, ruhsuz qalıblar. Mən belə düşüncəmə görə də bu düşüncədə olan uşaqlardan da bir şey tənqidi fikir, yəni ki, bir şey müdafiə eləmək, gözləmək olmaz. Musiqinin, rəsmin həyatda çox böyük önəmi var. Yəni uşaq həyatında Çox düzdür. uşaq çox belə musiqi elə bir şeydir ki, bu dəqiqə musiqi vasitəsilə ayrıca bir sosial şəbəkədə insanları bədbinləşdirirlər. Cüzvi bir şeydir, birinin qoluna nəsə olub, ona bir musiqi qoyurlar ki, sən ondan ağlayırsan. Amma onu götürün bir gülməli bir musiqi qoyun, sən ona gülə də bilərsən. Yəni musiqinin o dərəcədə önəmi var. Rəsmdə, uşaq rəsmdə sərbəst olur. Özünün fantaziyaları, fantaziya qurmayan uşaq mühəndis ola bilməz. Gərək onun fantaziyası olsun. Ona görə də ona görə bizim uşaqlar çox rəngsiz, ruhsuzdur deyə də bilmədim. Çox düzdür müəllimə, çox düzdür, çox düz buyurdunuz. Bizim məsələn oxuma bizdə ən çox insanlarda təxəyyül bacarığını formalaşdırır. Yəni biz xəyal aləminə dala bilirik də, təxəyyül bacarığı güclü olur o kitab oxuyan adamlarda. Yəni və Einstein çox sevdiyim bir sözü var, deyir ki, elm məni bir yerə aparardı, A nöqtəsindən B nöqtəsinə. Təxəyyülüm isə mənə haralara apardı. Yəni dünya səviyyəli alim elədi. Təxəyyül sayəsində bu yerə gəlib çatdım. Bu təxəyyülü də siz bayaq dediniz ki, müstəqil olur, azad ruhla olur, uşaqlar incəsənət aləmində və oxumaq kitab, bədii ədəbiyyat da onun kimidir. Biz bədii ədəbiyyatla baş-başa qalanda, bədii ədəbiyyat oxuyanda bizim təxəyyülümüz inkişaf edir. Və bəzən az olmayıbdır, yəqin içinizdə də onu edənlər var ki, kitab oxuyan zaman düşünür ki, mən də yaza bilərəm bunu. Heç olubdu mu içinizdə elə bir hal? Yəni kitab oxuyan zaman düşünmüsünüz ki, mən də bunu yaza bilərəm, ya buna oxşar bir hekayə yaza bilərəm. Bəli, olub. Mən qeyd edim ki, bayaqlara çox düz haqq verdim sizə. Nə barədə deyirəm? Bəzən valideynlə çox şey asılıdır. Niyə? Çünki valideynlərimiz bəzən bizim yerimizə qərar verirlər. Məsəl üçün biz istəyirik digər ixtisası oxuyaq, özümüzə maraqlı olan bir ixtisasa gedək, idman olsun, musiqi olsun və ya digər
ixtisasları olsun, amma valideynlərimiz öz istəkləri üçün və yaxud özləri hüquqşünas, həkim olduqları üçün və yaxud müəllim olduqları üçün istəyirlər ki, yəni biz o ixtisasa gedək və onlar kimi olaq. Amma əslində bu səhv bir düşüncədir mənə görə. Niyə? Çünki insan gərək öz qərarını özü verməlidir. Gələcəkdə onu nə xoşbəxt eləyəcəksə, o onu bilməlidir. Bəli, Bir düzdür, fikir düzdür. bildirim. Aha. Fikri bildirmək istəyən? Bitirdi xanım, onu gözləyirdim. Olar bir söz deyim mən də. Bəli, bəli, buyurun. Axşamınız xeyir olsun hər Buyur, birinizin. Bir buyurun. valideyn kimi danışıram. Mənim də 2 övladım var, 14 və 13 yaşlarında. İnanın ki, yəni mən o uşaqları heç vaxt yönləndirməmişəm. Məsələn, atası hərdən deyir ki, oğlum, məsəl üçün bunu bu sahə üzrə get, artıq 9-cu sinifdə keçəcək inşallah. Deyir ki, ata, ana, mənə nəyisə bir şeyi, hansısa bir sənəti deməyin. O sənəti siz mənə desəniz, yəni mən heç vaxt oxumayacağam. Onun üçün də yəni həqiqətən də mən bir valideyn kimi, yəni uşaqlarımın fikrini çox önəmsəyirəm. Bayaq xanım dedi ki, valideynlər də bizi qoymur, amma bizdə tamamilə fərqlidir. Həqiqətən də bu fikrə münasibət bildirmək istədim. Bəs Təbii ki, uşaqlar əvvəllər də neçənci sinifdəydiniz? 8 və 7-ci sinifdə oxuyurlar, Uşaqlara hansı liseydə, kitablar akademiyada. oxudunuz indiyənə qədər? Necə? Uşaqlara hansı kitablar oxutmusunuz indiyənə qədər? Dərs kitabları oxuyurlar, kursa falan gedirlər. Ən çox da belə psixologi falan özüm oxuyuram. Uşaqlar amma belə o qədər də ədəbiyyata maraqlı, belə sevən uşaqlar deyillər. Amma mən deyirəm ki, hərdən oxuyun, həm danışıqda, həm dünya görüşdə, hər bir şeylərdə də. Amma özüm PDF-lərim falan beləsinə oxuyuram kitablar, yəni bir çox kitab oxumuşam. Onu da qeyd edeyim ki, uşaqları hansı sahəyə biz əvvəl məsəl üçün mən yönləndirirdim ki, məsəl üçün bunu 1-ci, 2-ci sinifə gedəndən sonra. Ondan sonra dərk etdim ki, mən artıq bunları yönləndirməli deyiləm. Nə vaxtsa mən bunların yanında ola bilmərəm də, məsələn deyirəm. Uşaq da özü idarə etməlidir. Ondan görə də yəni xanım bayaqların fikri çox ailələrdə elədi, amma bizdə amma fərqlidir. Çox belə sevindim ki, həqiqətən də öz adıma ki, mən öz uşaqlarımın qərarını artıq özlərinə buraxmışam ki, özünüz öz qərarınızı verin. Həqiqətən də Çox sağ olun. qürurlandım. Təşəkkür edirəm Təşəkkür Dilşad edirəm. xanım, var olasınız. Burada suallar var. Heç mən bu suallar yazılıbdır. Oxumamışam. Martin Eden'in fikri kim yazıb? Fikir yazıb, bildirib Martin Eden'in kitab oxuyan biri ölmədən öncə minlərlə həyat yaşayır. Çox maraqlıdır. Mən hal-hazırda sizin Eşqin adı Sənsən kitabını oxuyuram. Kim oxuyur? Birinci hər kitab almaram. Maraqlıdır. Evet. Çox sağ olun. Körlük kitabını oxuyursunuz. Kimə Sarmago'nun Körlük kitabını oxuyan var içinizdə? Sarmago məşhur yazıcıdır. Bədən dili kitabıdır. Kim oxuyur? Maraqlı fikirlər yazmısınız. Dünya görüşü formalaşdırmaq üçün hansı kitabları məsləhət görürsünüz? Burada belə bir sual var. Dünya görüşü formalaşdırmaq üçün. Mən dünya görüşü formalaşdırmaq üçün hansı kitabları məsləhət görürəm? Mən bayaq dedim bu haqda, amma yenə qayıtmaq istəyirəm ki, biz öz hekayəmizi yaşadığımız hekayəyə uyğun kitabı alsaq daha yaxşı olar. Amma ümumi olaraq öz yazıçılarım var ki, mən düşünürəm ən çox sevdiyim yazıçılar onlardır. Mən Azərbaycan ədəbiyyatından birinci başlamaq istəyirəm və İsa Muğamla çox sevdiyim yazıçıdır. Nəsimi kinosuna yəqin baxmısınız, həmin kinonun ssenarisini yazıb, həmin müəllif və məşəl əsərini. Azərbaycan ədəbiyyatında çox ciddi əsər hesab edirəm onu. Müasir yazıçılardan da var. Eyni zamanda da dünya klassiklərindən. Məsələn, Alman yazıcısı Hermann Hesse mənim yazıcımdır. Çox sevirəm onu. Yaşayan yazıçılardan Murakami'dir. Çox sevirəm. Sevdiyim yazıcıdır. Yəni bu çox uzundur. Sadəcə yəni yenə deyirəm, bu mənim hekayəmə görədir. Mənə ruhən daha yaxındır. Təbii ki, siz öz ruhən fikirlərinizə uyğun, görüşlərinizə uyğun, yaşadıqlarınıza uyğun daha yaxın yazıçılar ola bilər həyatınızda. Mən bir söz soruşa bilərəm sizdən. Buyurun, bəli, əlbəttə. Mənim üçün həmişə maraqlı olan bilirsiniz nə olub? Düşüncə tərzimizi dəyişəndə mən bilirəm ki, həyatımız dəyişir. Məhz bir müddətdən sonra biz düşüncəmizi dəyişirik. Bəli, məsələn, hər şey qaydasına sala bilirik. Bir müddət sonra dəyişilir.
ətrafımızdakı insanlardan ötə gəlir. Valideyn olsun, digər dostlar olsun, ətraf olsun. Hı hı. Bunu necə edə bilərik ki, həmişə biz bunu standart saxlayaq? Yəni o həmənki düşüncə tərzinə düşməyək. Bəli, özümüzdən asılı bir şeydir, amma ki bəzən də əlimizdə deyil də. İstəmədən də motivasiyamız düşür və istədiyimiz bir şeyə çatmaq istəyərkən, ona çatmağa az qalarkən vaz keçirik. Aydındır. Yəni ki, biz istədiyimiz, bəzən həvəsləndiyimiz bir şeyi üzərində işləmirik. Onu demək istəyirdiniz? Yəni Yox, sadəcə sizin əziyyət, bu düşüncəmiz barədə mi dəyişir? bu Deyirsiniz. barədə Yəni nə düşüncəmiz fikirləşirsiniz? dəyişməsin, elə mi deyirsiniz? Yox, xeyr. Bu barədə nə fikirləşirsiniz? Mən kimi fikirləşirsiniz, yoxsa siz necə fikirləşirsiniz? O mənə maraqlıdır. Mən çox siz danışdıqca siz danışırdınız, mənim yanıma Rasselin fikri düşdü. Rasselə sual verirlər düşüncə. Deyir mən düşüncəm haqqında, əqidəm haqqında ölmə getmərəm. Çünki sabah onu dəyişə bilərəm. Yəni 20-ci əsrin ən güclü riyaziyyatçısının sözüdür bu. Həqiqətən də biz düşüncələrimizin dəyişməyi normaldır. Bəzən həyatımızda elə bir adam çıxır ki, gözləmədiyimiz adam bizim düşüncəmizi dəyişir. Əsasən bir yaxşı müəllimlərə aiddir bu söz ki, həyatımızda peyda olurlar, yaxşı dostlar həyatımızda peyda olur, yəni bizim düşüncəmizi dəyişə bilərlər. Çox xoşbəxt o adamdır ki, düşüncələri yaxşı tərəfə yönəlsin, yaxşı tərəfə dəyişsin və düşüncənin dəyişməyi əsas normal haldır və insana xasdır. Başqa Mən sual varsa? nə demək istəyirdim? Varlı və kasıb psixologiyasını əslində vurğulamaq istəyirdim ki, Buyur. bəzən insanlar düşünərək istədikləri nailiyyətləri əldə edirlər. Bəzən isə həmənki kasıb psixologiyasını düşərək, yəni eyni bir şeyi bir yazısı var idi, çox məşhur idi. Buyurun. Leodor deyir ki, əgər sən gündəlik həyatında, Robert də deyir bu sözü, gündəlik həyatında hər gün, məsələn deyir, əgər səhər yeməyini belə varlı yediyi kimi yesən, adi yumurta qırıb belə yesən, deyir sən həyatın dəyişməyə başlayacaq. Artıq sən kasıb vəziyyətindən çıxacaqsan və düşüncələrin sənin həyatında böyük bir rol oynayır. Sən gələcəkdə görəcəksən ki, sən necə dəyişilmisən. Mən nəyi nəzərdə tutmaq istəyirəm? Məsələn, bir işə başladıqda, biznes olsun və yaxud digər ixtisasa hazırlaşmaq olsun, fikirləşirik və yaxud gedirik, yaxşı bal yığmırıq, aşağı vəziyyət düşürük və artıq düşürük də motivasiyadan və bunu davam elətdirə bilmirik. Bu düşüncə tərzi necə edə bilərik ki, biz burdan həmənki mənfiliyə düşməyək? Hansı kitabları oxumalıyıq ki, daima stabil formada çalışaq, qalaq? Çox sağ ol. Fikrin maraqlıdır. Bilirsiniz necədir? Mənim üçün, mənim subyektiv fikrim də odur ki, yəni bayaq dediyim kimi insana xasdır da bu fikirlərin dəyişməyi, həvəsdən düşmək. Bilirsiniz, bəzən o olmayanda olmur. Məsələn, imtahandan kəsilməkdir, kəsilməlisənsə kəsiləcəksən. Yəni hazırlaşsan da, əziyyət çəksən də bu baş verir həyatımızda. Belə hallar olur. Və bəzən təslim olmağı da bacarmalısan. Mən belə düşünürəm və hər dəfə təslim olmaq da o demək deyil ki, arenanı biz çox zaman güc toplamaq üçün tərk edirik ki, təslim olaq, çəkilək və güc toplayıb yenidən gələk. Bəzən zorla da olur. Zorla nəyisə də edə bilmirsən. Yəni sən nə qədər əziyyət çəksən də, zorla bunu əldə edə bilmirsən, qazana bilmirsən. Xarici dil öyrənməkdir, məsələn, ya da hansısa diplom əldə etməkdir, universitetə ya amma geri çəkilib hadisələrə daha dərindən yanaşıb, daha diqqətli, analitik düşüncə ilə yanaşıb daha güclü olub qayıtmaq olar və bu zamanda nəsə əldə etmək olur. Düşünürəm. Çox sağ olun, təşəkkür edirəm sizə. Bəli, çox aydın oldu. Minnətdaram. Mən minnətdaram. Burada təşəkkür edənlər var. Mən də sizin hər birinizə təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Əsərlər adları yazmısınız. Həqiqətən də Dəli Kür əsərini yazmısınız. Wolf Dorun kitablarını yazmısınız. Sonra bir insan psixologiyasından Elxan İlhaqqının kitabını oxuduğunuzu yazmısınız və bütün yazdığınız kitablar möhtəşəmdir. Yaxşı kitablar hesab edirəm. Bölüşdüyünüz üçün çox sağ olun. Dəyişmək. Hansı kitab sizdə nə dəyişib? Yəni, elə bir fikir bildirə bilərsinizmi ki, bu kitab məndə ciddi dəyişiklik edib. Mən onu oxuyandan sonra belə bir başladım, baxışlarım belə dəyişdi. Elə bir içinizdə varmı? Bəhanələrə yox kitabı. Bəhanələrə yox, bəli. O kitab o qədər möhtəşəm kitabdır. İnsanın həyatını dəyişir. Məsələn, sən ertələdiyin bir işi artıq ertələməməyə başlayırsan.
Vaxtında o işi görürsən və orada sənə öyrədir ki, disiplin həyatında ən vacib roldur. Sən daima disiplinli olmalısan ki, həyatda istədiyin hər şey yerində getsin. Bu hər bir şeyə aiddir. İşə, təhsilə, hər bir nüansə aiddir. Hətta atalarımızın bir sözü var. Bugünün işini sabaha qoyan 50 il qalar da artıq. Ona görə də hər bir şeyi vaxtında eləmək lazımdır mən düşünürəm. O kitabı mən bütün tələbələr üçün məsləhət görürəm. Çünki özüm 4-cü kurs tələbəsiyəm və tərcüməçiyəm almanı və ingilis dili üzrə. Yəni mən çox sağ olun, minnətdaram. Yəni ilk dəfə başladığımda o kitabdan başlamışdım və həyatımı həqiqətən çox dəyişmişdi. Brain Tracy'nin kitabları da oradan da məşhurdur. Çox Bəli. yaxşı kitabdır. Orada intizamın gücündən danışır. Həmin kitabda çox böyük, geniş yer verir. İnsanın həyatının xoşbəxtliyinə belə intizamı bağlayır. Bəlkə də mənim biraz roman yazma tərəfim var. Ona görə də düşünürəm ki, bəzən insan intizama tabe olmaya da bilir. Və bu zaman mütləq deyil ki, mütləq həmişə sən intizama tabe olasan. Bilirsiniz necədir? Mənim düşüncəmə görə, sırf məncə ona görə, mən tələbələrimə də deyirəm. İntizama tabe olmadığını dərk edəndə və insan özü öz gözündən düşəndə artıq depressiya biraz aparır adamı. Ki mən intizama da tabe olmuram. Mən sadəcə bilirsiniz nədir? İnsan gərək öz ruh halını da qiymətləndirməyə bacarsın. Mən indi eləyə bilmirəmsə, eləyə bilmirəm. Öz bədəninə, öz hisslərinə, öz beyninə, ürəyinə hörmət eləməyi bacarmalıdır. Mən bugün eləyə bilmirəmsə, özümü məcbur eləməliyəm. Mən mənəmsə, bunu onsuz da eləyəcəm, sabah da eləyə bilərəm. Bilirsiniz necədir? Yəni söhbət normal düşüncəli insandan gedir təbii ki. Yəni mən tənbəlliyi nəzərdə tutmuram. Əgər bu tənbəllikdirsə, amma əsaslı səbəbin varsa, etməyə bilərsən. İntizam mənim üçün budur. Mən o qədər, yəni sən nə qədər düşünürsən ki, hə, intizamsız adamam. Bilirsiniz necə? İnsanın özünə hörmət hissi itəndə bu artıq psixoloji gərginliyə səbəb olur. Əlavə gərginliyə səbəb olur. Və biz eləməliyik ki, özümüzə hörmət hissimiz daim olsun. Daima düşünək. Məsələn, mənim bədənim bunu eləməyə hazırdır. Məsələn, diyeta saxlayırıq. Mənim bədənim diyeta saxlamağa hazır deyilsə, mən saxlamalıyam. Özümü yaxşı hiss eləmirəmsə, bilirsiniz nətərdir? Kitabların da, ümumiyyətlə, mən pedaqoqam. Mən həmişə düşünürəm ki, pedaqoqanın əsas məqsədi, yəni öyrətməyin əsas məqsədi insanın xoşbəxtliyinə xidmət etməlidir. Ana məqsəd insanın xoşbəxtliyinə xidmət etməlidir ki, insan özünü daha məmnun hiss etsin. Fikir verirsinizmi, bütün dünyada nə qədər bir dəqiqə hər keçən il antidepresanların sayı artır. Antidepresan içən insanların sayı artır. Niyə artır? Səbəbsiz yerə psixoloji gərginlik yaşayırlar. Səbəbsiz yerə. Adi tələbələrdir. Bir də görürsən ki, antidepresan atır. Yəni bu çox pis hal. Niyə? Bədənimizi olduğundan artıq gərginləşdiririk. Biz çalışmalıyıq ki, bədənimizin istədiyinə hörmət eləyək, beynimizin, ürəyimizin istədiyinə də hörmət eləyək və intizam bədənimiz hazır olanda əməl eləyək. Mənim dediklərimi bilmirəm, başa düşürsünüzmü? Fikrimi sizə çatdıra bilirəmmi? Başa düşürük müəllimə. Başa düşürük. Çox gözəl, çox gözəl və sizin fikirlərinizi öyrənmək istəyərəm. Bunlar müəllimə, mən fikir bildirim. Birinci sizin haqqında bir fikir bildirim ki, çox təlimə qoşulmuşam, amma sizi çox bəyəndim. Belə ki, hər kəsin fikrini bildirməyə qoyursunuz da, belə fikir bildirir. Həm də çox müsbət enerjiniz var da, keçir belə. Çox sağ olun. Onu qiymətləndirmək lazımdır. Bizim millət qiymətləndirmir bəzən. Çox yaxşı gördüyü şeyi qiymətləndirmək lazımdır. O demək istədim ki, çox yaxşı enerjiniz var da, keçir o. Bir də ki, bayaq o kitabdan söhbət gedir. Məndə də çox dəyişiklik hiss elədiyim kitab Mark Twain'in İnsan Nədir kitabını oxumuşam. Çox oxudum da biraz da peşman oldum. Çünki belə çox hər şeyin detayına kimi də insanı açıq belə açır da. Yəni ki, açıq tökür. Daxilən mən hər şeyi açıq tökdüyü üçün də bəzən o kitab qadağan olunubdu da bir müddət. Həmən kitab. Çünki orada bir hekayə var başlığında. İstəyirəm o qısadır, onu danışım. Hekayə deyəndə qısa bir şey anladır. Bir yaşlı kişidir. Bir cavana məsləhət verir. Orada məsəl üçün deyir ki,
o kişi də, nə deyim, yaşlı bir insan da, çox yaşlı olmur. Yəni 50-40 arası belə. Bir gün qarlı havada yolla gedir. Cibində də pul olur da. Çox olmur da. Elə bir araba minib getmək üçün. O vaxtda at arabaları olur da. Minib getmək üçün görüb qarşıdan araba gəlir. İstəyir minsin, həmən vaxt bir qadın buna yaxınlaşır. Başlayır ağlamağa ki, evdə çörək pulum yoxdur da, mənə çörək pulu verin. Da, evdə acam, nə uşaqlarım var. Həmən kişi iki şeyin ortasında qalır. Deyir, bu pulu versəm, o yolu qarlı havada piyada getməli olmalıyam. Pulu verməsəm də belə daha qalacam, vicdan əzabı çəkəcəm. Nəsə o fikirləşir, pulu verir. Qarlı havada piyada gedir. Oğlan qadir ki, hə, çox yaxşı insandır da bu. Çox düzgün hərəkət elədi da. Gör necə vicdanlı insandır. O yaşlı kişi qadir ki, yox. Əslində özünə yuxu aldı o pulu verərək. Yəni ki, o pulu verməsə, o araba ilə gedə bilərdi. Amma gecə olanda o yata bilməyəcəkdi ki, o qadına o pulu vermədim, vicdan əzabı çəkəcəkdi. Yəni ki, deyir, o əslində özünə yuxu aldı. Pul verib özünün yuxusunu aldı. Yəni, elə incə detaylarla soruşur, görürsən ki, insan o qədər də bir saf məxluq deyil da. Hər kəsin içində qaranlıq, hər kəsin içində hər tərəf var. Əlbəttə elədi, müəllimə. Ona görə də çox çətin kitabdır. Onu mən hər kəsə məsləhət görmürəm. Biraz başın gedə bilər. Çox sağ olun hekayəni bölüşdüyünüz üçün bizlə. Və kitablar haqqında sizə ümumiyyətlə bir mütləq əsas amildir ki, hər yaş dövründə kitablar başqa cür təsir edir. Bizim nə qədər vaxtımız qalır, zəhmət olmasa deyərdiniz. 19 dəqiqəmiz qalıb. Neçə? 9 dəqiqəmiz qalıb. 9 dəqiqə, bəli, 9 dəqiqə öz fikirlərimizi yekunlaşdıraq. Kitablar haqqında mən ən çox inandığım ən vacib amil oldu ki, bizim hər yaş dövrümüzdə kitab başqa cür bizə təsir edir. 20 yaşında, məsələn, Anna Karenina oxuyan adamla 30 yaşında, 40 yaşında Anna Karenina oxuyan adam eyni olmur. Biz 20 yaşında öz düşüncəmizə görə qəbul edirik kitabı. Deyirik ki, məsələn, burada səhv eləyib, burada. Amma 30 yaşında daha başqa cür düşünürük. Həyata başqa gözlə baxırıq. 40 yaşında isə yəqin ki, növbəti yaşlarımızda da başqa cür baxacağıq, irəliki yaşlarımızda. Onu demək istəyirəm ki, yəni tələbələrimizlə yaxud da müəllimlərin kitaba baxışı da fərqlidir. Biz müəllimlər daha çox hekayənin tövsiyə edici məqamını axtarırıq ki, biz nələrsə öyrənək. Cavan nəsil isə daha başqa bir öyrənmə yolu axtarır. Məsələn, inkişaf yolu axtarır. Ona görə də məsələn ən çox gənclər kitab oxuyur və statistika ilə bayaq da dediyim kimi özünü inkişaf kitablarını daha çox oxuyurlar. Mən kitablar haqqında ən çox onu demək istəyirəm ki, kitab çox oxumaq lazımdır. Ona çox inanıram. Yəni özüm kitab yazan adam kimi bir yazıçı olaraq demək istəmirəm bunu. Kitabın oxunmağı hər bir gənc üçün, hər bir insan üçün çox faydalıdır. Belə olmasaydı dünyanın ən ağıllı ölkələri sıralamada 10-luqda olmazdı. Dünyanın ən varlı ölkələri, ən intellektual ölkələri 10-luqda olmazdı. Təzəlikdə sıralama çıxdı, statistika çıxdı. Baxdınızmı? 86-cı yerdə kitab oxumaq üzrə. Gördünüzmü? Yəqin ki, gördünüz. Həmin bu statistik yer adamı çox incidir. Çox narahat eləyir ki, biz niyə çox kitab oxumuruq? Məsələn, çox vaxt deyirlər, telefonlar çıxıb kitab oxunmur, telefon olmasaydı kitab oxunardı. Mən bunu həmişə deyirəm. Deyirəm, əgər elədirsə, dünyanın ən inkişaf etmiş ölkələrindən olan Yaponiyada orta statistik bir nəfərə 25 kitab düşür. Onlar çox inkişaf eləmiş, intellektual ən böyük təbii sərvətləri öz intellektləri sayılır Yaponiyanın. Ən çox inkişaf eləmiş elmi texnikanın vətənidir. Amma ildə bir orta statistik Yapon 25 kitab oxuyur. Amma məsələn Türkiyədə bizdə ondan da aşağıdır. 7 nəfərə bir kitab düşür il ərzində. Buna görə də biz bacardıqca çox kitab oxumalıyıq ki, ümumiyyətlə millət olaraq inkişaf eləyək. Daha çox inkişaf eləyək. Yəni mən bir mənalı düşünürəm ki, kitab cəmiyyəti inkişafa aparan
ən ciddi yoldur, ən əsas yoldur. Burada sual gələcəm, bir kitab tövsiyə edə bilərsiniz sizin üçün ən mükəmməl olan və ya vacib olan. Mən təşəkkür edirəm sual verənə və mənim üçün ən vacib olan kitab, yenə deyirəm, 20 yaşımda mənim üçün vacib olan kitab başqa idi, 30 yaşında başqa. Məsələn, mən bu günləri daha çox oxuduğum kitablar tam səmimi deyəcəm, Alman ədəbiyyatıdır. Mənə daha doğma gəlir, daha yaxın gəlir Alman fəlsəfəsi və çünki işimlə də biraz bağlıdır bəlkə də. Məsələn, mən Hermann Hesseni oxuyanınız varmı içində Hermann Hesseni? Hermann Hesse oxuyan var? Hermann Hesseni tövsiyə eləyərdim. Yəni o da yenə deyirəm, çox kitab oxumuş, artıq müəyyən mərhələdə kitab oxumuş insanlara tövsiyə eləyərəm. Müəyyən kitab haqqında müəyyən qədər mərhələyə çatmış insanlara. Necə deyirlər ki, Dostoyevskinin kitablarını oxumaq üçün artıq bir neçə mərhələ keçməlisən ki, onun kitablarını başa düşəsən. Eləcə də Hermann Hesse də onun kimi çox ciddi ədəbiyyat, çox ciddi filosofdur. Onun kitabları insana başqa bir təsir edir. Öz xəstəliyini sev kitabı, Cinayət Cəza əsəri mükəmməl bir əsərdir. Bəli, mənə görə tək Dostoyevski roman yazan müəllif deyil. Mənə görə Dostoyevski ciddi dünya ədəbiyyatında və dünya psixologiyasında öz yeri olan ciddi psixoloqdur. Onun əsərlərini oxuyanda çox dərin psixoloji dərinliklərə düşə bilirsən, gərginliklərə düşə bilirsən. Onun haqqında ən çox sevdiyim fikri Stefan Zweig deyibdi. Stefan Zweig'in sözləri ilə, Stefan Zweig məşhur şahmatı yazandı, yəqin ki, içinizdə bilən var. O çox sevdiyim sözü deyibdi ki, Dostoyevski insanın astarını üzünə çevirdi. Öz esselərinin birində yazmışdı onu, çox sevirəm o sözü. Zəhmət olmazsa, orada adını qeyd eləyərsiniz də, Alman fəlsəfəsi üzrə dediyiniz Henry kim? Hermann Hesse. Hermann Hessen. Bəli, məşhur kitablarını sizə deyim, Yalqız Ağı yazıb, Demaini yazıb, Narsis və Golmondu yazıb, Siddiyatanı yazıb. Yəni indi şifahi olaraq yadımdan düşənləri deyirəm sizə. Yəni ən məşhur əsərləri Munchgo'nun yazıb. Yəni çox da əsəri, sadəcə mən yadımda qalanları dedim və onların içərisində ən sevdiyim Narsis və Golmondu, çox sevirdim onu. Bu demək deyil ki, yenə deyirəm, bayaq mən İsa Muğammanı dedim, Məhşər əsərini dedim Azərbaycan ədəbiyyatından. Bu demək deyil ki, Tolstoy çox ciddi ədəbiyyat adamıdır mənim üçün. Dirilmə əsəri çox ciddi. İnsanın dirilməsindən, konkret olaraq dirilmədən söhbət gedir. Psixoloji olaraq ruhən dirilməsindən söhbət gedir burada. Çox maraqlı, insanı yaşadan nədir kitabı? Bəli, mən Hermann Hessenin kitabları satılır Azərbaycanda. Hər yerdə satılır. Bütün kitab mağazalarında satılır, bəli. Əldə edə bilərsiniz. Çox ciddi və güclü ədəbiyyatçıdır, eyni zamanda filosofdur. Çox sağ olun, minnətdarım. Siz sağ olun. Tolstoyun Mum əsəri var. Çox insanı yaşadan nədir? Bəli, şahmat əsəri, bəli, Zweig'ındır. Ən çox oxulan əsərlərindəndir. Zweig'in Bir qadının 24 saatı, Yad qadına məktublar, yəni çox maraqlı əsərləri. Bura qeyd edə bilərsinizmi yazıçının adını? Hansı yazıçının adından söhbət edirsiniz? Hermann Hesse'ni dedim mən. Yenə təkrar edirəm, Hermann Hesse'nin. Mənə sualınız varmı? Mənə vaxt ayırdığınız üçün minnətdaram. İndi vaxtımız tamam olacaq. Çox sağ olun. Siz də çox sağ olun. Bu gözəl təlimə görə çox sağ olun. Mükəmməl idi həqiqətən. Siz sağ olun. Təşəkkür edirəm sizə. Biz də sizi gözləyirik həqiqətən də digər təlimlərdə. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Əgər suallarınız yoxdursa, təlimi yekunlaşdıraq və mən də öz son çıxışımı bildirmək istəyirəm. Buyurun. Bugün burada bir araya gəlmək, birlikdə düşünmək, öyrənmək və inkişaf yolunda addım atmaq çox dəyərli idi. Təlim boyunca yalnız oxumağın deyil, anlamağın və dərin düşünməyin də necə həyati önəm daşıdığını bir daha sayənizdə anladıq. Sizin kimi dəyərli bilik və təcrübələri sayəsində indi oxuduğumuzu daha dolğun mənimsəməyin yollarını bilirik. Əldə etdiyimiz biliklər təlim iştirakçıları ilə birlikdə əminəm ki, gündəlik həyatımızda və gələcək planlarımızda işıq tutacaq. Təlimin təşkilatçısı və moderatoru kimi hər birinizə təşəkkürümü bildirirəm. Fəallığınız, suallarınız bu seminarı daha da maraqlı və dəyərli etdi. Son Bəli, olaraq çox sağ olun.
ki, oxumaq inkişafın başlanğıcıdır. Hər bir səhifə yeni bir fürsət, yeni bir qapıdır və bu təlim son deyil, başlanğıcdır. Növbəti təlimlərdə görüşmək ümidi ilə Görüşənə qədər. Bəli. uğurlar arzulayıram. Çox sağ olun. Hər birinizə mənə təşəkkür yazırsınız. Hər birinizə təşəkkür edirəm. Mən də təşkilatçıya təşəkkür edirəm. Çox sağ olun. Mən Dişat Talıbova. Çox şadam sizi tanımağıma, görməyimə. Çox sağ olun. Bir də sizi sağ olun. Sağ olun.